Sabah pensiyalar tam ödəniləcək. Təbii ki, biz oktyabr ayını nəzərdə tuturuq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 21-də Respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Hörmətli pensiya təqaüd alanlar, bir hissə artıq 9-u, 10-u, 11-i ödənilib. Bir hissə, ən çox da deyərdim ki, yaşla əlaqədar pensiya alanlar, təqaüd alanlar nəzərdə tutulur. Və sabah siz də öz təqaüdünüzü, pensiyanızı alacaqsınız. Sabah da inşallah oktyabrın 21-idir. Bu barədə Ölkə Nöqtəz Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib. Ölkəza. Bəli, həmin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək və tamamilə oktyabrın 21-də pensiyalar ödəniləcək.